Salam, hər vaxtınız xeyir olsun hörmətli futbol azarkeşləri. Bugün AFFA U13 Liqası Azərbaycan Qartalları Liman görüşünü sizlərə təqdim edirik. Ümid edirik ki, hər iki komandanın ifasında gözəl futbol izləyərik. Komandaların niyyətləri ilə sizi tanış edirəm. İlk növbədə Liman qonaq komanda bizlərə onlar göstərilib. Qapıda 1. Fadıl Məmmədli, 2. Sənan Hüseynov, 43. Əli Əlizadə, 14. Raul Əlizadə, 44. Aslan Vəliyev, 10. Əbülfəz Abbas, 14. Emil Abbaslı, 7. Fərid Kazımzadə, 30. Səid Məmmədli. Baş məşqçi Əraston Əliyev. Azərbaycan Qartallarında heyət bu cürdür. Qapıda 1. Xəlil Bayramov, 3. Timur Ağayev, 6. Hüseyin Mikailzadə, 8. Emre Dağtaş, 9. Doruk Çamdal, 10. Kapitan Kanöz, 15. Səccad Dadaşlı, 17. Cavad Dadaşlı, 44. Sabutay İsmailov. Baş məşqçi Abdülkadir Özdür. Hakimlərlə sizi tanış edirəm. Nazim Abdullayev və Mahmud Bağırzadə, hər ikisi təcrübəli hakimlərimizdir. 17. Liman futbolçulara topu oyuna daxil edəcək Seyid. Topu Aslan üçün buraxır. Əldə üzr istəyirəm. İndi aşırma yox, zərbə o qədər də təhlükəli alınmır. Ehtiyat oyuncularla da sizi tanış edim. Azərbaycan Qartallarında 99 Fuad Əliyev, 20 Said Efe Polad, 77 Tunar Bilalov, 5 Mehdi Hüseyin, 11 Yusif Hüseyinzadə, 14 Bürhan Əliyev, 19 Ramin Bayramov, 21 Aras Kılıç, 4 Tokay Nezilli, 7 Elmir Özçelikdir. Limanda 4 oyuncu bizlərə göstərilib. 8 Şəhriyar Bağırlı, 5 Raul Qəhrəmanzadə, 33 Hüseyin Nərimanov, 7 4 Kənan Məmmədovdur. Xəlil Bayramov topu oyuna daxil edəcək. Elə yanında olan Timurul oynayır. İrəliyə daha bir ötürmə indi. Liman topu qazandı qapıya. Zərbə və top qapıdan keçir. Liman futbolçular görüşün 6-cı dəqiqəsində hesabı açır. Səid Məmmədli Əbülfəzin ötürməsini dəqiq tamamlayır. Vurulan bu qolun təkrarı bir daha bizlərə təqdim olunacaq. Ötürmə saxladı və qapıya zərbə indirir. Kanöz topu irəli vurur və üçüncüdən zərbə ilə top oyuna daxil ediləcək. Son toxunuş Kənandan idi. Cavad Dadaşlı üçüncüdən zərbə ilə topu oyuna daxil edəcək. İçəriyə doğru yox, zərbə vurmağa imkanı vermirlər. Out. Top meydanı tərk edir. Cəlmə zərbəsindən Kanöz hesabı bərabərləşdirməyə çalışacaq. Mahmud Bağırzadə işarəsini verir. Kan sol ayağı ilə içəriyə doğru ötürmə, zərbə alınır mı yox? Hücum davam edir. Liman futbolçuları topu uzaqlaşdırır. Səid topun meydandan çıxmasına imkan vermir. Fərid Kazımzadə topu meydanda saxlayır. Bir rəqibini keçməyə çalışırdı və outdan Liman topu oyuna daxil etməlidir. Əli ötürmə ünvanına çatmır. Doruk Kan Qartallar bərabərlik qolunu axtarır. Səccad outdan Liman dərhal topu oyuna daxil edin. Qapıya daha bir zərbə qapçı. Yaxşı oynayır Xəlil Bayramov. Emil Abbaslı'nın zərbəsindən sonra reaksiya göstərir. Səccad out atışını
yerinə yetirəcək. Doruk Çamdal ona çevrilməyə imkan vermirlər. Hakim devam edir Kan qapıya. Zərbə Fadıl əla reaksiya göstərir. Bu topun qapıdan keçməsinə mane olur. Fadıl Məmmədli 1 nömrəli qapıcı əla reaksiya nümayiş etdirir. Küncən zərbə ilə top oyuna daxil ediləcək. İrəliyə daha bir ötürmə. Azərbaycan Qartallarının hücumunu izləyirik. Qarışıq bir vəziyyət var idi. Doruk geriyə, amma alınmır. Kan öz topu qazanır. Sona qədər mübarizə və içəriyə doğru ötürmə. Qapıya zərbə Emre'dən, amma müdafiəçilər buna mane olur. Topu uzaqlaşdırmağa çalışırlar. Səid. Liman futbolçuları təhlükəli gəlirlər. 30 nömrəli futbolçu Səid. Yox, Hakim görüşü devam etdirir. Sabutay. İrəli oynuyor. Və out. Outdan Liman top oyuna daxil edir. Kan. Səccad var burada indi. Səccadın önündən düşdü, amma yox. Fadıl topa birinci yetişir. Qüvvətli zərbə ilə irəli vurur. Emil istiqamətinə, amma qapıcı Xəlil Bayramov topu qazanır. Xəlil də öz növbəsində topu irəli vurur. Kan. Doruk istiqamət ötürmə. Doruk qapıya zərbə və hesab bərabərləşir. 1-1. Doruk Çamdal topu qapıdan keçirir. İlk hissənin başa çatmasına hələ var və hesab yenidən bərabərdir. Xəlil Bayramov qolun vurulmasında o da yaxından iştirak edir. Kan tabanı ilə Doruk istiqamətinə əla bir ötürmə verir və Doruk Çamdal bu cür zərbə ilə topu qapıdan keçirir. 1-1. Hər iki komandanın qolu var, maraqlı futbol izləyirik. Səccad Doruk istiqamətinə, amma top uğrunda hər iki komanda meydanın istənilən nöqtəsində amansız mübarizə var. Burhan oyuna daxil, qapıya zərbə indirilir və daha bir zərbə və top qapıdan keçir. Liman yenidən hesabda önə çıxır. Bu dəfə də Səid Məmmədli topu qapıdan keçirir. Kənan Məmmədov qapıya qüvvətli zərbə indir. Top qapı dirəyindərək oyuna qayıdır və bu epizodda Liman sona qədər mübarizə apar. Uzaq məsafədən qapıya zərbə. Oyundan kənar vəziyyət yox idi. Bu cür zərbə ilə Liman yenidən üstünlük qazanır. Kanöz. Müdafiəçilər topu qaytarır və beləliklə ilk hissə başa çatır. Qısa fasiləyə ayrılırıq. Bir daha vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri. AFFA U13 liqasında Azərbaycan Qartalları Liman görüşünün ikinci hissəsi bizlərə təqdim olunur. İlk hissədə qapılara 3 gol vurulub. Liman 2-1 hesabı ilə öndədir. Fərqdən gözəl taban ötürməsi izləyirik. Səidin 2 qolu var. Azərbaycan Qartallarından isə Doruk Çamdal hesabı bərabərləşdirmişdir. Daha sonra Səid komandasını yenidən hesabda önə çıxartdı. Hal-hazırda da Səid 2 qolun müəllifi içəriyə doğru ötürmə və qapıcı. Azərbaycan Qartallarının heyətində qapıcı dəyişikliyi baş verib. 1 nömrəli qapıcı Xəlil Bayramov meydanı tərk edib. 99 Fuad Əliyev oyuna daxil oldu. Cərmə zərbəsini Kan öz yerinə yetirəcək. Ənənəyə uyğun olaraq Azərbaycan Qartallarının heyətində məhz cərmə zərbələrini komandanın kapitanı yerinə yetirir. Topa yaxınlaşır. Kan sol ayağı ilə təhlükəli gəlir. Bu dəfə də istədiyi zərbəni
endirə bilmir, çərçivəyə düşmək mümkün olmadı. İrəliyə doğru ötürmə. Emre qapıya zərbə, qapıcı Fadıl bu topun qarşısını kəsir. Bu dəfə də komandasını qoldan xilas edir. Hörmətli futbol azarkeşləri, artıq görüşün sonlarına doğru gedirik. Hər iki komandaya gözəl oyuna görə öz təşəkkürümü bildirirəm. Rubrika sadiq qalaraq hər komandadan bir nəfəri oyunun ən yaxşısı seçirəm. Azərbaycan qartallarında Deyim də oradan ki, Azərbaycan qartallarında oyunun ən yaxşısı düşünürəm ki, vaxt idi də verməliydilər. Timur Ağayevdir. Oyunun ulduzu isə Limanın 30 nömrəli futbolçusu Səid Məmmədlidir. Artıq görüş başa çatmaq üzrədir. Outdan. Və beləliklə görüş başa çatır, hörmətli futbol azarkeşləri. Gələn görüşlərədək sağ olun, sağlam olun.